Bugünkü bizim tədbirimiz Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə təşkil olunmuş Konstitusiya və Suverenlik ili və İnsan Hüquqları Aylığı çərçivəsində məcburi köçkünlərin hüquqi maarifləndirilməsi ilə əlaqədardır. Bugünkü bizim tədbirimizdə Dövlət Qaçqın.com-un və Vəkillər Kollegiyasının iclasında iştirak elədim. Vəkillərə sualımı yönəltdim və razı qaldım. Dövlət Komitəsi tərəfindən sosial çarxlar izləndi, çox xoşuma gəldi. İştirak elədik, dediklərimiz suallara cavablandırdılar. Hüquqi yardıma ehtiyacı olan şəxslərə hüquqi yardım göstərilməsi istiqamətində hesab edilir ki, müəyyən yardım göstərildi. Öz minnətdarlığımı bildirirəm. Səmimi qəlbdən minnətdarlığımı bildirirəm ki, təşəkkür eləyirəm ki, bizim qaydımıza qalırsınız.